Salam əziz dostlar, bugün sizlə mən Məhəmməd. Dostlar, bugün FC Mobile oynayacağıq. Oynamamışdım bunu. Oynayıb videosunu çəkməmişdim. Yəni çox da oynayırdım FC Mobile-ı. Yəni belə kadronu göstərə bilərəm. Yəni göstərəcəm onu da. Sadəcə bir söz danışmaq istəyirəm sizə. Uşaqlar, dünən video gəlmədi çünki Brawl Stars videosunda paylaşmışdım və Brawl Stars videosu çox yaxşı izlənib uşaqlar. Həqiqətən də dəstəyinizə görə çox sağ olun, amma yəni dəstəyiniz var. Yəni necə izlənmə sadəcə. Nə abunə olmursunuz kanala, danışa bilmirəm. Nə abunə olmursunuz kanala, nə like atmıyorsunuz videoya. Yəni abunə olun, like atın zəhmət olmasa. Olur, bu videodan yaxşı abunə gəlsin. Və bir də sizdən istədiyim like-dır. Bu videoya 5 like istəyəcəm. Mən də like istəmirəm. Çünki yəni keçən videoya hələ 2 like atdım. Onda girək oyuna başlayaq. Kadromu göstərdim ilk öncə sizə. Bilirsən, uşaqlar, bu da mənim kadrom. Yedəkləri özüm çıxartmışam ki, artı game versin. Yedəklərə girəndə yedəklərim bunlardır. Mesela aşağısı özü verənlərdir. Gördüm. Neyse. Ya otomatik yığım, baxın. Otomatik yığında çox bir şey dəyişmir. Sadəcə yedəklər gəlir. Onları da çıxaracağım. Onda uşaqlar, gəlin bir dənə qəşəng maça girək, təkə ataq bir dənə. Həmişə kimi uşaqlar, həmişə ya Real Madrid gəlir mən oynayanda. Ya da ki uşaqlar, nə bilim, Al Hilal gəlir, Ən-Nəsir gəlir. Bir də nə bilim, məsələn deyirəm də, Nottingham Forest məsələn gəlmir. Məsələn deyirəm, nədir? Burnley. Nə bilim, Fenerbahçe, Galatasaray, Beşiktaş, Qarabağ. Ancaq Real Madridlə ərəb komandalar gəlir. Elə bu oyun bir də bunlarla sözləşmə imzalayıbdı. Uşaqlar, axırıncı dəfə çıxartdığım oyuncu qapıcım olubdu bu arada. Rəqibin analosu var. Amma 85-dir. Atanı ilə tutanı yaxşı olmalıdır, amma atanı ilə tutandan başqa hər yer güclüdür. Bir də ortası zəifdir uşaqlar. Gördüyüm qədərinə, yəni necə hücumçusu, mərkəz orta sahası, bir də qapıcısı zəifdir. Qalan qıraqları güclüdür. Uşaqlara da mən biraz çox kayanam. Yəni kayan deyəni çox düşməyim. Haydi al. Uşaqlar biraz səsimi batıb eləyə bilər arada. Ona görə özür istəyirəm. Kolido. Təpədə gedir Kolido. Kolido. 1-0. Uşaqlar arada boğazım yəni ağırlaşa bilər, dediyim kimi şey ola bilər. Ona görə də üzr istəyirəm. Oysa Ronaldo qapısı Bellingham'la. Ala Bellingham qabağı niyə? Qapısı niyə çıxartdım ben? Vera. Bakayoko yaxşı, güclü oyuncudur Bakayoko. Başım gəlir. Qapıcı David Raya. Uşaqlar çox zor qapıcıdır bu arada. Mən çox bəyənirəm David Raya'nı. Ay, zərbə endirə bilmədik. Mən niyə qaydım ya? Keşke kaymasaydım. Uşaqlar bazara gönderdi bizi bir tık. Ay zibil. Koymayın.
Uşaqlar çox üzr istəyirəm, ağzımdan pis söz çıxa bilər. Yəni çıxsa çox üzr istəyirəm. Böyük ehtimalla onsuz da sansürləyərəm, yəni səs düz qoyaram. Ya da ördək səs. Mən qəşəng. Qapçı çıxartdım deyəsən. Özüm də fərqində olmaram. Oyuna baxıram daha çox. Düymələrə yox. Barkova sürətlidir ya. Barkova sürətlidir və topu qapdırma. İlk hissə bitdi uşaqlar. Mən də deyirəm ki, görmürsünüz ha. Uşaqlar, bunlar biraz bizi çox bazara göndərəcək deyəsən. Qapçı çıxartmağı bilmirdim. Ey uşaqlarım deyəcəm. Bıyaqlarımı öyrəndim qapçı çıxartmağı. Ara pası var ha. O top bizdə olmayanda başqa şey olar. Qəşəng uşaqlar 2-0 qol. Şeydir, o top bizdə olmayanda başqa şey olurdu. O dəyişir. Ona görə deyirəm. Bu arada uşaqlar qulaqçıqla oynayıram. Biraz səsin qəribə gələ bilər, ola bilsin. Ola bilər səsim az gəlir. Mən hal-hazırda bərk danışıram özüm. Çünki evdə təkəm. Bir Çaviyə. Çavi Allahımdan çolaq şeydir uşaqlarıma vuramasa. Çavi görürsünüz. Çavi sənlərdən çox üzr istəyirəm, amma Çavinin bu kartı həqiqətən çox çolaq. Milyon dənə təkbətək qaçırtmışam. Müdafiə arxasında çox pis toplar qaçırtmışam yəni. Allah şov edir bizim. Uşaqlar, bir dənə uzaqdan küpləyim də qapıya. O yüzden bir uşaqlar qol elə bildim. Elə bildim ki qoldur. Qəşəng. Qəşəng uşaqlar. Oy. Barkola. Pas verdi içəri. Pası geçmədi. Sabah mağarada yaxşı top keçir. Top alır arada. Amma ki çox top bitirir uşaqlar. Həqiqətən nəyi var top bitirir. Koldon bil. Mən niyə pas verdim ha? Uşaqlar, məndə biraz kasır. Sizdə kasmır bilmirəm. Bil. Ayda. Apından topu alamadı. Uşaqlar, yuxarıdan biraz mesaj gəlmiş ola bilər. Qapısı. Süperin. Uşaqlar, ilk maç bitdi. İlk maçın sonuna gəldik. Bellingham orada Qarabağ formasına geçen yaraşır. Uşaqlar, yəni ki gördünüz Bellingham orada. Çox da bir edit eləməyəcəm videonun yəni məncə çox da bir edit eləməyə dəyməz. Yəni bir dənə videonun başlığını, bir də ki axırını kəssəm məncə yaxşı olar da. Uşaqlar, həqiqətən çox əziyyətli olur videolar. Dəstək verin və bir dənə like atmağı unutmayın. Yəni bu videoya sizlərdən 5 like istəyirəm, nə olar? Həqiqətən like gəlmir. 3 like-dan qalxmamışam. Bravo videosuydu da 3 like. Ligdə ödüllər gəlib. Uşaqlar, neçə vaxt oyuna girmirəm. 3 gün falan olar bəlkə də. Çox cevher lazımdır. Mənə cevher lazımdır ki, girim şey deyəm. Paket atam. Oyuncu takas. Uşaqlar, oyuncu takasındasa var. Bu nədir? Bu nədir qaqa? Çox oyuncu istəyir uşaqlar. 104 artıya nə qədər istəyir? 104 artıya da ancaq jeton istəyir. 104 ilə 106-ya jeton istəyir. İndi yadıma gəldi. Elə belə bir dənə uşaqlar bundan ancaq Isabel bana da uzaqlaş şey istəyir.
Uşaqlar gəlin əvvələn. Ay zibil bu da şey istəyir. Yox uşaqlar bu eləməyəcəm. 1 milyon jetonum gedir yarıya. Neçə gün istəyirdi? 80 gün vardı. Nasıl uşaqlar? Yedəklərimdir. Allah bundan. Uşaqlar biraz antrenmana girək məncə. Chelsea forması alsaq. Röşada. Antrenman takım düzenleme. Buradan görürük də. Buradan görürük ya. Ha, buradan. Yox, məncə yaxşıdır. Önden dur değil ya. Önden durduralım sonra da antrenman başarılsa yazıp uşaqlar. 20 dəqiqə baxım. Nəysə bu idi uşaq. Nə önden durdurum mən baxım. Uşaqlar orta qaldıracam. Röşata vurmaq üçün. Rafa Marin. Uşaqlar arada qarışdırıb Rafa Martin deyirəm. Bir Rafa Silva demədiyim qaldı. Gör. Oy zibil. Başı ilə vurdu ona. Var tək daha yoxdur uşaqlar. Qapçı ilə gedib qol vurmağa dənir. Yox uşaqlar qapçı ilə ortasızım. Ayda qapısı çıxır deyə hamısı dala qayıtdı. Müdafiə. Olmadı. Qapısı indi vurur təsəvvür edin. Gep qol vurdu uşaqlar. Qapısı ilə bir uzaqdan güpləyim də. Buraya yaxşı. Kopya zərbə. Qol deyə bizim qalmış. Uşaqlar tik-taka. Neyse uşaqlar getdi ortaya. Uşaqlar birinci qol şeydir, başla vurdu. Səhv eləmirəmsə yəni. Hansı ilə vurduğunu özüm də bilmirəm. Yox, vurma. Niyə vurdun da? Bax, niyə? Bizzat sənəm. Niyə vurdun? Uşaqlar, mən bundan Rafa Martin desəm nəsə olmaz. Bradley Barcola. Oy zibil. O da vuramadı uşaqlar boş qapıya. İndi bu köşədən qaldırmağı seçəcəm. Bu arada uşaqlar üstün müdafiə oynadıram deyə beklər yoxdur. Beklərə də hücum atıq verirəm mən normalda. Yəni geridə qal vermirəm daha. Hadi veke. Oy zibil. Elə bildim o vuramadı Kolo. Kolo da mənə görə çox yaxşı oyuncudur. Ən yaxşı oyuncularından biridir mən. Ən yaxşı oyuncum yəni genə görə desək şeydir. Genə görə desək ən yaxşı oyuncum Bukema, müdafiəsi Bukema. Bu niyə stadiondan çıxdı? Oy zibil. Uşaqlar antrenmanda korner çıxanda, qapısı çıxardanda kornerin sözündən vurmaq olsaydı. Yenə cihazım kastı mən biraz. Uşaqlar Chelsea vurup videonun sonuna gələk. Bence çünkü çok uzun olur video. O yüzden vuramam. Koyma çıksın. Gel bir de sözden başla. Uşaqlar qapısıyla qol vuracaq. Görürsünüz uşaqlar hamısı qayıtdı da şey verir. Pas demədin özə. O yüzden uşaqlar hemen qapısım da çalaq idi. İndi yadıma gəldi.
Uşaqlar getdi yenə Rafa Martin'dən şey qaldırma. Korner eləməyəm. Özünüz başa düşdünüz də orada. Uşaqlar Rafa Martin'dir, mən Rafa Martin deyə bilirəm. Nerede burada solağımız? Azın solağımızı da uşaqlar bilmir. Bellingham. Jude Bellingham. Uşaqlar bir dənə belə yoxlayım. O izi bil kəşf eləməsi. Saçdım. Ya, Bellingham'ı. Allah bəri gəl. Sən də uzaqdan gidiyadı yox. Hə, beliydi. Belə. Olmadı. Nəsə Bellingham sağ ayaq bax. Mən niyə sol asılan vardım. Jude Bellingham. Bellingham. Koldo bıraxır topları zaxaq. Niyə? Yəni Nərman kimi uşaq. Həm də cavandı. Nərmanı oxşadıram yox. Həm də xasiyyətli şey, yəni oynayış xasiyyətli deyim də elə bir adamla hər gün üzə görürəm. O izi bil çevramadı. Deyirəm də uşaqlar solaqdır. Simon. Banza. O izi ver. Abdülkerim bardakçıdır ya bu. Bu kim ait da diyesen. Uşaqlar bizim bıçağımız solaqdır. Hamımızın yadında qalsın. Uşaqlar çay çox solaq. Heç nə vuram. Ayda telcep var uşaq. La. Getdi indi Rafa Marin. Uşaqlar. Vapşi Rafa Silva deyək. Şota Silva, Rafa Silva, Rafa Silva, Şota Silva. Vur. Ayda baş niye vuruyorsun? Oy, yaşayın vur. Uşaqlar son bir uzun. Vurduq, vurmadıq. Sonra sağ olsun. Son diye qapısıyla yiyip qaldıracağım. Onu da qapısını topu qaldırır. Deyəm bir dənə elə belə uşaqlar vurun baxın. Qaldırın baxın. Oy, bu nə olur? Yıkaydı. Aşk adamı yıkardı. Uşaqlar Mauro Icardi yoxsa Victor Osimhen? Yorumla şərhlərə qeyd edin zəhmət olmasa. Hara? Ala bu qapçı. Uşaqlar həqiqətən qapçımız da yox imiş bizim. Uşaqlar bir də. Yəni şey bir də. Anladı, yəni qaldırmağı. Çünki qapçımız biraz lomluq elədi. Hayf da öyleydi mən Sanchez'im, qapçı Sanchez. Robert Sanchez Chelsea'nin qapçısı. Nə var da ala bu? Uşaqlarında bir dənə də uzaqdan zərbə buraxsam və gedək. Sabin zərbələri bəlkə idi, səhv eləmirəmsə. Sabin zərbələri bəlkə. Uşaqlar ən zoru Koldo'dur zərbən. Zərbədən ən zoru Koldo. Uşaqlar Koldo ilə asıyı tapdım uşaqlar. Həm nasıl da mən Koldo ilə vursam. Adam mı? Uşaqlar. Bir az qala qol girirdi. Video möhtəşəm bir qolla kapatmaq istəyirəm. Ona görə uşaqlar bir dənə yoxlayıram. Kolida. Uşaqlar möhtəşəm bir qolla bağlamaq istəyirəm video həqiqətən də. El Koldo'ya. Kolido. Oy, bu qapısı nə var ya? Qapısı çox güclü. Kolido. Qapı zərbə. Oy, bu uşaqlar qapısı elə bil ki 99'luq qapısıdır. Deyəsən Robert Sanchez da bu. Antrenman çünki. Səhv eləmirəmsə Robert Sanchez.
Bəlkə də takasda verdim mən Robert Sanchez'i, bilmirəm uşaqlar. Özü falan da qaradı deyəsən Robert Sanchez. Diyav. Bil. Uşaqlar bildim. Fulldan yəni fulləməyəcəm də power shot'ı. Fullün biraz altında. Bil saç fulllədim. Amma Kolido branda elde qaldırım. Buna görə Kolido ilə fullləyəcəm. Kolido. Uşaqlar mən vurmalıyam bu qolu. Uşaqlar yaxşı 31-ə qədər yoxlayaq. 31 nədən olmasa bağlayarıq. 31 çox kutsal bir rəqəmdir. Elə bizim qol deyil. Uşaqlar belə baxıram vuram yazır. Çox çətin bir şey oxşayır. Yıkaydı. Zibir. Uşaqlar buralarda dedim qulaqçıqda olduğumu. Qulaqçıqda bəlkə danışanda biraz dız eləyir. Zibir. Nə qədər real qapısı? Kimdir bu qapısı? Antrenmanda görən qapısı kimdir onun? Kolido. Zayıf oldu. Satarım. Bir tane orta. Çelçep. Baş demədim. Kolido. Çelçep dedi. Sen kaldır indi Kolido. Sen vur. En azından vurdu. Yapaydı. Yıkaydı. Aşk adamı ikor. Zibir uşaqlar gol da elə bildim. Elə bildim golü. Tut. Uşaqlar. Artık bıktım ulan. Bıktım. Zibir. Uşaqlar son dənəmə. 31-ci dənəmə. Uşaqlar bir dəfə buradan pas verəcəm. Kolido. Zibir. Uşaqlar çox yaxın oldu. Birində deyə. Uşaqlar mən biraz uğraşayım. Bəlkə kayıtda kəsərəm də. Qol vurduğum anı qoyaram da. Mən uğraşım biraz gəlirəm. Kolido. Oydu bu kimdir bu? Robert Sanchez zamanında hiç belə yanmırdı bu. Ohan işarəsinə baxacağım o seride. Mən bura vurdum, bu bura. Şükür Allaha. Şükür Allaha vurdum. Çıxa bilərəm. Zibir. Uşaqlar çox əziyyət çəkdim axı. 67-ci dənəməydi deyəsən, onsa baxacağam. Yəni sizə mən editə baxacağım. Yazım, yəni görüm onsa görünəcəksə editdə yazmaram. Yuxarıdan baxarsınız. Onsa yuxarıdan da baxacağım. Video atsa oyun. Uşaqlar böyük ehtimalla bu gecə atacaq 50 saata. Sağ olun, salamat qalın. Sabahlarım yenə saat 5-də görüşərik. Asır. Sağ olun uşaqlar, salamat qalın. Sabahlarım yenidən saat 5-də görüşərik. Onda özünüzdən müğayət olun. Nə olar videoya 5 like atın. Çox bir şey istəmirəm. Sadəcə 5 like'dır bu. Abunə olun, nə olar və sağ olun.